Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. TikTok platformasında hüquq mərkəzi adı altında səhifələr yaradılaraq canlı yayılmalar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal rayon polis idarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərər çəkmiş şəxsin ümumilikdə 449.916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qəti imkan tədbiri seçilir. İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381.529 manatının ödənilməsi təmin olunur. Hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Panəliyevanın qanunsuz əməllərindən zərər çəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.